Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Növbəti dərsimiz sözün leksik və qrammatik mənası olacaq. Leksik və qrammatik məna haqqında ümumi məlumat verəcəm sizə. Leksik və qrammatik məna. Unutmayın ki, leksik məna sözün deyilərkən, yəni ilk dəfə deyilərkən ağlımızda canlana bilən mənasına deyilir. Əgər hər hansısa bir sözü deyərkən ağlımızda hər hansısa bir anlayış, hərəkət, say və yaxud da hərəkətin izah edən hər hansısa bir fikir gəlirsə, söz gəlirsə və yaxud anlayış gəlirsə, demək ki, bu onun leksik mənasının göstəricisidir. Yəni, biz bir söz deyərkən ağlımızda bir şey canlanır. Məsələn, deyirəm, tutaq ki, qapı sözü, qapı. Qapı nədir? Ümumiyyətlə, qapı deyərkən ağlımıza bir şey gəlir. Məsələn, evin içərisində olur, evin çöllə əlaqəsini kəsən bir vasitədir. Və yaxud da deyirəm, ağac. Ağlımıza bir şey gəlir. Yəni, fikirləşirik ki, iri gövdəli, budaqları olan, bitkisi, üzərində meyvəsi olan, yarpaqları olan böyük bir bitki növüdür. Eyni zamanda, məsələn, 2 deyirəmsə, fikirləşirik ki, məsələn, saydı, miqdar mənasını verir. Məsələn, ağlımızda hər hansısa bir şey canlanır, yəni bir şey düşünə bilirik bu haqda, bu söz haqqında. Və yaxud da o deyirəm, bu da şəxs mənasında və yaxud da kimisə işarə eləmək, nəyisə işarə eləmək məzmununda işlətdiyimiz hər hansısa bir anlayışdır, ifadədir. Yəni, bu tipli sözləri biz deyərkən, əgər ağlımızda hər hansısa bir şey canlanırsa, onu biz izah eləyə biliriksə, demək ki, bu onun leksik mənasının göstəricisidir, leksik mənasının olmasının göstəricisidir. Bir də məsələn deyirəm və, yaxud da deyirəm ki, ancaq. Bu tipli sözləri biz işlədərkən, bizim ağlımıza hər hansısa bir şey canlanmır. Yəni, çünki onlar hər hansısa bir məfhumun göstərdiyimiz bir şey deyil, məfhumun əlaməti deyil və yaxud da adı deyil və yaxud da hərəkət məzmununu vermir. Yəni, bu sözləri biz işlədərkən bunların heç bir məna ifadə etməsi göstərilmir leksik məna baxımından. Biz burada bunları deyərkən ağlımızda bir şey canlandıra bilmirik. Bu da onun leksik mənasının olmaması deməkdir. Yadınızda qalsın ki, uşaqlar, leksik məna ümumiyyətlə nitq hissələrində, əsas nitq hissələrində olur. Biz leksik mənanın olub-olmamasına görə nitq hissələrini qruplaşdırırıq. Yəni, nitq hissələrini keçəndə gələcəkdə deyəcəyik ki, leksik mənası olan nitq hissələrinə biz əsas nitq hissələri deyirik, leksik mənası olmayan, yalnız qrammatik mənası olan nitq hissələrinə isə köməkçi nitq hissələri deyirik. Yəni, nitq hissələrini də biz, 11 nitq hissəmiz var. 11 nitq hissəsini biz leksik mənanın olub-olmamasına görə qruplaşdırırıq. Ona görə biz onlara əsas və köməkçi nitq hissələri deyirik. Yəqin ki, bunlar tam şəkildə sizə aydın oldu. Leksik mənanın izahı yolları var. Leksik mənanı 4 yolla izah eləmək olur. Birinci yol, həmin sözün birbaşa ifadə etdiyi məna, yəni həmin sözü birbaşa izah etmək. Bu nədir? Məsələn, əlamətlərini sadalayıb deyirəm. Məsələn, tutaq ki, ağac haqqında sizə məlumat verdim. Dedim ki, iri gövdəli, iri gövdəsi olan, kökü olan, yarpaqları olan, meyvəsi olan bir bitki növüdür. Məsələn, çiçəyi desəm, çiçək də onun kimi, məsələn, deyərəm ki, tutaq ki, cürbəcür rənglərdə ləçəkləri olan çiçəklər açır, güllər açır, məsələn, bitki növüdür bu da. Daha sonra, məsələn, heyvanlardan hər hansısa birini, tutaq ki, pişik deyirəm, pişiyin əlamətlərini sadalayıram və yaxud da getmək deyirəm, qaçmaq deyirəm, tullanmaq deyirəm. Bu tipli sözlərdə hər birində müəyyən bir mənanı ifadə eləyə bilirik, izah eləyə bilirik onu. Sadə yolla izahımız da leksik mənanın izahı sayılır. Birinci yolumuz oldu sadə yolla, sadəcə olaraq sözü izah etməyə çalışmaq. İkinci yolumuz sinonimlərdən istifadədir. Məsələn, verilib tutaq ki, gözəl sözü. Biz gözəl sözünü izah etmək üçün onun yaxın mənalı sözlərindən istifadə edə bilərik. Məsələn, qəşəng və s. Və yaxud da deyirəm, ağ, beyaz. Bu tipli istifadə edə bilərəm. Sonra qaçmaq, yürümək, məsələn, yaxın mənalı kimi istifadə edə bilərik müəyyən cümlələrdə, müəyyən kontekst daxilində. Yəni, sevmək, vurulmaq, aşiq olmaq, bu tipli sözlərdən istifadə edərək, yəni sinonimindən, yaxın mənalı sözlərindən istifadə edərək sözün mənasını izah etmək olur.
leksik mənasını. Üçüncüsü isə antonimlərdən istifadə. Yəni, verilmiş sözün əks mənalısını deyirik. Tutaq ki, ağ sözünü deyirəmsə, deyirəm ki, qaranın əksi. Qaranın əksi. Yəni, bunu izah etmək üçün mən onun antonimindən istifadə etdim və yaxud da yaxşı sözünü izah etmək istəyirəmsə, pis sözündən istifadə edirəm. Deyirəm ki, pis sözünün əksinə deyilir yaxşı sözü. Bu tipli də izah edə bilərik. Yəni, bu üç dənə fikri, yəni üç hissəni, üç izah növünü biz bütün sözlərə tətbiq edə bilmərik. Hər zaman yox. Yəni, ümumiyyətlə birincini izah etmək mənasını bəlkə də hamısına tətbiq eləmək olar. Amma sinonim və antonim tapmaq üçün gərək sözlərin hamısında sinonim və antonim ola. Yəni, bütün sözlərimizin də sinonimi yoxdur və yaxud da bütün sözlərin antonimi yoxdur. Yəni, hamısına tətbiq eləyə bilmərik. Ola bilər ki, məsələn, ancaq ikinci hissəni, ikinci fikri tətbiq eləyə bilərik və yaxud da ola bilər ki, üçüncü fikri tətbiq eləyə bilərik. Amma birinci olan fikir bütün sözlərdə tətbiq eləmək güman ki, mümkündür. Çünki bütün sözlərin izahını biz sadə dillə verə bilərik, izah etməklə. Belə. Gəldik dördüncü izah etmə formasına. Dördüncü izah etmə forması isə uşaqlar, yalnız düzəltmə və mürəkkəb sözlərdə keçərlidir. Düzəltmə və ya mürəkkəb sözlərinin tərəflərinin mənasını açmaq, tərəflərinin mənasını açmaq. Bu nə deməkdir? Yəni, sizə tutaq ki, söz verilir, deyilir ki, bu sözü bizə tərəflərinin mənasını aç. Bu söz bizə düzəltmə olmalıdır ya da mürəkkəb söz olmalıdır ki, biz onun tərəflərini ayıra bilək. Əgər düzəltmə sözdürsə, biz onu kök və şəkilçiyə ayırıb, kökü ayrılıqda izah eləyərik, şəkilçinin də funksiyasını ayrılıqda izah eləyərik. Ya da mürəkkəb sözdürsə, tərkibində olan bütün sözləri ayrı-ayrılıqda izah eləyə bilərik. Yəni, bu tip izah yollarından istifadə etmək ancaq düzəltmə və mürəkkəb sözlərdə keçərlidir. Tutaq ki, uşaqlar, bizə verilib müəllimlik sözü, düzəltmə sözdür, müəllim sözündən yaranıb. Müəllimlik. Bu sözü biz kök və şəkilçiyə ayırırıq. Müəllim sözünü izah edirik ayrılıqda. Müəllim, yəni öyrədən, öyrətmək mənasında işlənir. Hər hansısa bir məsələni, məlumatı öyrədən mənasında işlənir. Liqlik şəkilçisi isə bu tip sözlərə qoşularaq peşə məzmunu verən şəkilçidir. Yəni, sözlərə qoşulur peşə məzmunu, həkimlik, mühəndislik, bənnalıq və s. Bu tipli sözlərə qoşularaq peşə məzmunu ifadə edən şəkilçidir. Bu cür mən məsələn izah eləyə bilərəm düzəltmə sözü. Bir də mürəkkəb söz məsələn deyirəm dəvə-dabanı. Dəvə-dabanı. Dəvə-dabanını da izah eləyirəm ki, deyirəm ki, bu iki sözdən yaranıb, dəvə və daban sözündən. I şəkilçisi də qrammatik şəkilçidir, yəni mənsubiyyət şəkilçisi kimi işlənib burada. Biz bunu izah edərkən deyə bilərik ki, dəvə-dabanı bitki adıdır. Dəvə və daban sözlərindən yaranıb. Dəvə və daban sözlərinin, dəvənin ayrıca mənasını izah eləyirəm. Tutaq ki, qumsal yerlərdə minik vasitəsi və yaxud da hər hansısa bir yük daşımaq üçün istifadə etdiyimiz heyvan növüdür. Susuzluğa uzun müddət davamlı olduğuna görə biz onu qumsal ərazilərdə, su az olan yerlərdə, isti yerlərdə, isti iqlimə sahib olan ölkələrdə daha çox istifadə edə bilərik. Daban sözü də ki, bildiyimiz ayaq hissədə olan dabana nəzərdə tuturuq. Yəni, insanın ayaq üstə qalması üçün istifadə olunan bir üzvdür. Bu tipli izah eləyə bilirəm. I şəkilçisi də mənsubiyyət şəkilçisidir. Bunu onsuz izah etməyə ehtiyac yoxdur. Biz leksik şəkilçiləri izah eləyə bilərik. Dəvə və daban sözlərini niyə görə biz dəvə-dabanı sözünü niyə görə həmin bitkiyə vermişik? Bunu da izah eləyirəm ki, dəvənin izinə bənzədiyinə görə həmin bitkinin yarpaqları dəvənin ayaq izlərinə bənzəyir. Yarpaqları ona bənzədiyinə görə biz ona dəvə-daban adını vermişik. Bu tipli, məsələn, mürəkkəb sözlərdə biz rahatlıqla dördüncü üsulla, yəni tərəflərinin mənasını açmaqla izah eləyə bilirik. Leksik və qrammatik məna. Qrammatik məna bəs nədir? Qrammatik məna isə uşaqlar, dilimizdə nə qədər söz varsa, ümumiyyətlə cümlə daxilində işlətdiyimiz nə varsa, onların hər birinin qrammatik mənası var. Sözlər də bura daxildir. Yəni söz fərq etmir, əsas nitq hissəsi olsun, köməkçi nitq hissəsi olsun, şəkilçidir və yaxud da fərqli hər hansısa bir anlayışdır.
Biz onu cümlə daxilində işlədə biliriksə, demək ki, onun qrammatik funksiyası var, qrammatik mənası var. Qrammatik məna nə deməkdir? Qrammatik məna hər hansısa bir sözün nitq hissəsinə, hər hansısa bir nitq hissəsinə aid olması, daha sonra sualı, yəni hər hansısa bir suala cavab verməsi, bir də cümlədə olan funksiyası, yəni cümlədə biz həmin sözü cümlə üzvü kimi hansı cümlə üzvləri rolunda çıxış eləyə bilər olar həmin sözlər. Məsələn, isimlərdirsə daha çox cümlədə mübtəda tamamlıq və yaxud ismi xəbər rolunda çıxış eləyir. Feildirsə, feilin də təsriflənən feillər məsələn feil xəbər rolunda çıxış eləyirlər. Təsriflənməyən feillərsə cümlə üzvlərinə istənilən cümlə üzvü kimi çıxış edə bilirlər. Bir dənə feili bağlama istisna ancaq zəiflik olur. Yəni sualı eyni zamanda qeyd eləyək cümlə üzvü olması, cümlə üzvü. Yəni bir sözün əgər hansısa bir nitq hissəsi olması danışılırsa, məsələn deyirəm ki, tutaq ki, dəftər sözü, dəftər. Bu söz nitq hissəsi olaraq isimdir. Bu onun hansı mənasına aiddir? Qrammatik mənasına təbii ki. Nitq hissəsi olaraq isimdirsə, bu onun qrammatik mənasına aiddir. Daha sonra məsələn, nə sualına cavab verir? Yenə də qrammatik mənasına aiddir. Cümlə üzvü kimi mübtəda tamamlıq, ismi xəbər kimi çıxış edir. Yenə də qrammatik mənasına aiddir. Yəni bir sözün əgər sualı deyilirsə, nitq hissəsi deyilirsə, daha sonra hansı cümlə üzvünə aid olması deyilirsə, bunu siz götürəcəksiniz həmin sözün qrammatik mənası. Yox, əgər izahı verilirsə, sinonimindən, antonimdən istifadə olunursa və yaxud da düzəltmə və mürəkkəb sözdürsə, tərəflərinin mənası açılırsa, izah olunursa, bu onun leksik mənası anlamına gəlir. Ümumiyyətlə, yadınızda qalsın ki, dilimizdə olan bütün sözlərin köməkçi və əsas nitq hissəsi daxil olmaqla hər ikisinin, həm köməkçi nitq hissəsinin, həm əsas nitq hissəsinin eyni zamanda şəkilçilərində qrammatik mənası var. Bunu yadınızda saxlayın. Dilimizdə, cümlə daxilində istifadə etdiyimiz nə varsa, hər birinin qrammatik mənası var. Amma leksik məna yalnız və yalnız əsas nitq hissələrinə aiddir. Köməkçi nitq hissələrində, şəkilçilərdə leksik məna olmur. Bunu yadınızda saxlayın. Növbəti dərsimiz isə uşaqlar, ikisini bir yerdə keçəcəm sizə, həqiqi və məcazi mənadır. Həqiqi və məcazi məna, bunu ayrılıqda ayrı bir video şəklində atacağım sizə, göndərəcəm. Yəqin ki, bunun arxasınca göndərərəm. Linki qrupa ataram, oradan izləyə bilərsiniz. Sağ olun, hələlik.